أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله وعلى آله وأصحابه ومن تابعهم بإحسان إلى يوم الدين. آمين. Allah'ın salatı, selamı, rahmeti, bereketi, mağfireti üzerinize olsun. Allah'ım amin. Rabbim bizleri hak bilip ona tabi olanlardan ve batıl de batıl bilip ondan uzak duran kullarından etsin. Amin. Biz dünenleri Allah'ın rahmeti sayesinde elhamdülillah bir konunun üzerinde durduk ki bugün genelde insanların endişe ettiği bir konu, bir mesele vardır ki o da rızık konusudur ki Allah Kur'an-ı Kerim'de bu meseleye çok vurgu ediyor. Niye vurgu olunur bu meseleye, ruzi meselesi? Deməli, meseleye gözden keçiriləndə görürük ki, bugün insanların İslam'ı tercih etmemelerinin, küfürü tercih etmelerinin sebebi mesela genellikle dünya rahatlığıdır. Bir kere de zikretmişti ki elhamdülillah münafıkların esasen münafık olmalarının sebebi dünya rahatlığıdır. Zor zamanda, çetin zamanda münafıklar iman etmezler. Onlar Müslümanların rahat döneminde, Müslümanların geniş vaxtlarda iman ederler. Ve niye iman edenler? Münafık olup rahat şekilde yaşamaları için. Ve Allah bir ayette güzel bir şekilde, konumuz başka olacaktır. Küçük bir mukaddim olacak. Diyor ki, evelem ya'lemu, insanlar bilmirler ki ennallaha yebsutur rizqa limen yeşe. Allah istediğine rızkı genişleder ve istediğine de daraldır. Allah inne zâlike le âyâtin li kavmin yu'minun. İman eden bir kavm için bu meselede cidden bir örnek vardır ki iman eden bir kavm bilmelidir ki insan hayatını xoşbəxt eden de insanı bədbəxt etmeyi de hamısı Allah Subhanahu Taala'nın emrine ve iznine aittir. Ve bu sebepten de bizler birçok günahlara girmişiz, birçok haramlara girmişiz, birçok maasiyete girmişiz, birçok yalanlara girmişiz. Bazen ben bazı Müslümanların yerine, Müslümanlara karşı etmiş olduğu hataların yerine neredeyse gelip ben onun yerine üzr istemek istedim. Ki ne olacak bu meseleyi bitirək. Onun yerine gel ben senden halallık istəyirəm. İstəyir aile meselesinde, istəyir kardeşler arasında olan meselelerde. Biz Allah korusun Firavun'un etrafında olan insanlar kimi olmayaq. Məni Allah ve Resulünün, Peygamber Aleyhisselatü Vesselam'ın əshabının Allah Resulü Vesselam'ın etrafında necə ki Allah'a ve Resulünün sevgisini ortaya koyarak doğruya doğru, eğriye eğri dedilerse bu meseleden nefslerini tamamen bir kenara koydular. Doğruya doğru demek için, eğriye eğri demek için nefsi bir kenara koymak lazımdır. Ve ben bir kere bir hutbede de anlattım ki bilin ki Allah'ın Resulü sizin aranızdadır. Eğer o birçok meselede size itaat etse bu din size ağır gelir. Kaldırabilmezsiniz. Ve bundan mesela için ben sizlerden gelen müeyyen fikirlerin hamısına itaat edip uyup onları icra etsem bu İslam ümmetine, geleceği ümmete
çox ağır gələr və aynı şəkildə bizlər qaldıramayacağımız yükün altına girərik, özümüzü və digərlərini əzmiş olarıq. Və bu səbəbdən də bizlər bir məsələdə nəsihət edərkən uşağa, böyüyə, kişiyə, hocaya, hacıya fərq etməz. Allah Resulü sallallahu aleyhi və səlləmdən gələn hədis nə dedi? Əd-dinu nəsihə. Din nəsihətdir. Dedilər kimə? Qulnə limən ya Resulallah. Din kimə nəsihətdir? Din Allaha nəsihətdir. Din Peyğəmbərə nəsihətdir. Kitaba nəsihətdir. Din Peyğəmbərə nəsihətdir. Möminlərə, içindən alimlərinə və avamına nəsihətdir. Allaha nəsihət nətər olur? Allahın kitabına baş vurmaqla, Allaha əmrlərinə uymaqla. Allahın kitabına nəsihət, kitabın içindəkilərə itaat edib, boyun əyməklə. Allahın Rasuluna nəsihətlə necə olur? Allah Resulü sallallahu aleyhi və səlləmə tabi olmaqla. Alimlərə nəsihət nədir? İki cürdür. Bir alimlərə tabi olmaq, bir də onların şəninə şəkildə, yaraşır bir şəkildə nəsihət etmək. Bax, diqqət edin. Alimlərə din nəsihət olması lazımdır. Və nəsihətləri qəbul edilməsi lazımdır. Nəsihət edərkən onların şənini, onların dərəcəsini, onların məqam ağırlığını gözləyərəkdən nəsihət edilməlidir. Rəhbərlərə, müsəlmanların içərisində müsəlman rəhbərlərə nəsihət olunarkən onların ağırlığını qoruyaraq, şənlərini, məqamlarını qoruyaraq nəsihət olunmalı və onları aşağılayıcı dillə deyil, onları belə deyim ki, məqamları hesabı ilə dəyər verərək ki, onlar sənin nəsihətindən faydalansınlar. Necə ki, aynı şəkildə nəsihət, məsələn, atalarımıza, böyüklərimizə, yəni yaşlı insanlar, cavan insanlar bəzən böyüklərə nəsihət edir, böyüklərə müraciət edir. Bu müraciətlərini Quran və sünnətə görə etməlidir ki, mən qabaqdakı olan qardaşımı, daimi, amcamı incitməyim. Çünki nəsihətin hədəfi var. Danışmaq istəyən qardaşlar gəlsin, burada danışsın. Yahya, buyur, Yahya qardaş sözü var. Buyursun, kimsən deyilsin. Orada kimsə gəlsin, bismillah. Yəni, sözü olan varsa buradan eşitmirik. Yəni, hə. Allah köməyində olsun. Allah razı olsun. Hə. Yəni, böyük insanlar, kiçik insanlara nəsihət edərkən onlara mərhəmətlə yanaşmalıdır. Ki, o böyüklərdə sevgi görsün və onların o böyüklüyünü qəbul edib, onları sevsin, onlar üçün dua etsin. Kiçiklər böyüklərdə bir nəsihət edərkən, böyük məqamını qorusun, atasına, anasına, yaxınlarına necə davranırsa, o şəkildə davransın ki, böyüklər də onlara mərhəmətlə yanaşsınlar. Və bu səbəbdən də İslam dilində nəsihət məsələsi çox önəm verilən şeylərdən. İmam Məhəmməd deyir ki, dini qapsayan 5 hədis var. Onlardan bir dənəsi də Əd-dinun nasihə, din nəsihətdən ibarətdir hədisi. İslamı deyir, qapsayan, içəri alan önəmli hədislərdən bir dənəsidir. Ayrıyeten nəsihət edərkən qardaşlar, baxın, nəsihət edərkən israrçı olmaq lazımdır nəsihətdə. Amma tərkində isə israrçı olmaq lazım deyil. Mən başa düşmədim, siz başa düşdünüz? Yəni, nəsihətini davam elə. Amma onu tərk eləməyə məcbur eləmə. Zorba olma, seçim bil, təvət elə, Allahdan qorx, sənin üzərinə düşən budur. Və çəkil bir kənardadır. Alimə də, əmirlərə də, rəhbərlərə də nəsihət edərkən genəlliklə toplum içərisində edilən nəsihət qadağan edilmişdir. Onların ayıbları, xataları muhakkak ki vardır.
Niye? Çünkü beşerdir. Lakin onlara o nəsihəti edərkən gizlin bir şekilde edilmelidir. Gizlin bir şekilde edilmelidir ki onlar bundan faydalansınlar. Sen nəsihət edersen toplum içerisinde şəni düşer, derecesi düşer, sana karşı kin olar. Veya seninle cədəlləşər, qəbul etmez, yalancı durumuna sokarsan. Çünkü liderler, önderler, alimler toplum içerisinde rencide olmağı şənlərinə sığıştırmazlar. Utanarlar. Bu sebepten de alimler deyirlər ki, ümmetilə, liderlerin, əmirlərin, böyle məqam sahibli insanların şəxsiyyəti zərər görməsi bəzən onlar üçün ikrah dərəcəsində olabilir. Yani bu sebepten de kardeşler, bakın, nəsihətlərinizi edərkən doğru məqam, doğru zaman seçmeniz lazımdır ki, edəcəyiniz nəsihət sizə və qabaqdakı insana fayda versin. Şeyh Hazimi, Allah həbsdən onu qurtarsın, Əl-əmr bil məruf və nəhy anil münkər qavaidəsində deyir ki, nəsihətin bir amacı var. Əmr bil mərufun, nəhy anil münkərin içərisinə girir deyir nəsihət. Əmr bil məruf, nəhy anil münkər də kişi ağzına gələni hər yerdə danışmalı deyil. Hər yerdə qadağan eləməli deyil, əmr eləməli deyil, əmr bil məruf eləməli deyil. Bunun zamanı, məkanı gözəl seçmək lazımdır ki, bundan qabaqdakı insanlar neynəsinlər? Bundan qabaqdakı insanlar faydalansınlar. Çünki məqsəd deyil, əmr bil mərufda qarşıdakı insanın edəcəyi nəsihətdən faydalanmasıdır. Yəni, sövüb qaçma. Adamı bataqlıqda qoyma. Yəni, sənin məsələn sual. Basit bir sual. Qardaş, nə üçün mənə nəsihət edirsən? Mən o əməldən uzaq durum deyə. O zaman ən gözəl üslubu seç. Yəni, mənə söz çatdırıb, hüccət çatdırıb, təkfir eləmək üçün eləyirsənsə, Allah başıma daş salsın. Sən bu hüccətə ehtiyacım yoxdur. Yəni, sən mənə sövq qaçmağının bir anlamı yoxdur. Sən evdə ailəvə, uşağıva, evladıva nəsihət edib çölə mi atırsan? Yoxsa qanadlarının altına mı alırsan? Evdə ailəvin, ərvin, kocavın, qızının, oğlunun xatalarını çöldə, bayırda gəlib toplum içərisində, ay qızım gəl, ay oğlum gəl, sənə mən eşitmişəm, məsələn, oğlun haqqında bir şey eşitmişsən və ya doğma müsəlman qardaşın haqqında kötü bir şey eşitmişsən. Onu çağırırsan əlişqaya, 5 qazana, 7 qazana, 10 qazana, 50 nəfərin içərisində Əhməd, səndən bugün bir şey eşitmişəm, bala, nə məsələdir? Qardaşı sana nə deyir? Utanmırsan. Hələ evə gələndə atan nə deyir? Bu onu bir yerə soxumsan. Qardaşımı cəmaatı, qardaşım bir səhv edib, günah edib, heç kim bilmir. Qardaşımın xatasını, günahını, bacımın xatasını, günahını, anamın, atamın səhvini, günahını insanlar içərisində niyə danışırsan? Yəni, bu, baxın qardaşlar, əmr bil məruf, nəhy anil münkər ki, nəsihətdir. Bu nəsihət elə önü açıq olan bir şey deyil, yəni istəyən istədiyi zamanda, istədiyi yerdə ağzını açsın, nəsihəti eləsin yəni. Çünki hər kəs nəsihət qəbul edəcək ab-havada olmaya bilər. 2, gördüyün və ittiham etdiyin şey həqiqət olmaya bilər. Yəni, birinci məsələni soruş. Dəqiqləşdir. Onda varsa, sonra üzür gətirməyə çalış. Heç bir yeri yoxdursa, o zaman yaxınlaş. Dəqiqləşdirdikdən sonra, canım abi, ev meşiyim,
Belə bir məsələ var. İnşallah ki, bunu sana bir qardaş olaraq nəsihət edirəm ki, yəni bunu düzəlsən, bu əməli tərk eləsən, yaxud da ki, bunu eləsən daha yaxşı olar. Baxın, Rasulullah sallallahu aleyhi və səlləm bizim üçün nədir Quran-ı Kərimdə? Allah nə deyir? Qad kana lakum fi Rasulillahi usvetun hasenə. Allahın Rasulunda sizin üçün nə var? Gözəl bir örnek var. Kimlər üçün? Allaha və axirət gününə inanıb Allahla qarşılaşmağa ümid edənlər üçün. Abdullah İbni Ömər, Allah ona rahmet etsin, razı olsun. Gecə namazlarına durmazdı. Allah Rasulunu çox takip edirdi, amma gecə namazına durmazdı. Resulullah sallallahu aleyhi və səlləm dedi ki, Abdullah bin Ömər çox gözəl insandır. Bir də gecə namazını qılsa daha süper olar. Bir də gecə namazını qılsa daha süper olar. Mustafa Xan ya da Mustafa Buğa Suriyeli alim var. Onun yaxşı bir kitabı var. Tərcümə də olunubdur yani. Allah Resulü insanları necə eleştirirdi? İnsanları necə düzəldirdi? İnsanların səhvləri necə düzəldirdi? Yəni bağırmaq, çığırmaq, yəni əl-qol hərəkət eləmək, aşağılamaq. Bunlar nəsihət qılığında deyil yəni. Çünki əgər bizlər bir-birimizi sevirik, bir-birimizi istəyiriksə, əgər məndə müsəlman vasfı varsa, müsəlman vasfını layaqəti ilə islah etmək sənin üzərinə borçdur. Deyib qaçıb özündən uzaqlaşdırma, ikrah hissi oyatma. İlk öncə dediyim kimi bir gözlə, bir səbirli ol, bir o əməlinə bir bahanə gətir, bir o əməlinə üzür gətirməyə çalış. Bəlkə buna görə deyib, bəlkə buna görədir, bəlkə mən yanlış görmüşəm, bəlkə deyən insan yanlış deyib. Hələm eşidəndə ki adam, alimlər deyir ki, baxın sizə bir şey söyleyeyim. Sən bir insanın keçən il deyirsən, gəlirsən ki, qaziyəm mən məsələn. İnşallah Allah nəsib edir, qazi olarıq, hakim olarıq. Yəni, xeyirli isə. Razısan mı? Allah razı olsun. Məsələn, deyəlim ki, Abdurrahman bir dava gətirdi. Dedi, qardaş, keçən il Fuad qardaş 5 ay bundan qabaq filan yerdə filan günah işləyib. Nə varıb? İçki içib. Nə varıb? Zina edib. Şəriət Fuadı başını bırakır. Abdurrahman deyir ki, buraya 6 ayda hardaydın? Sən iftiracı olmadığın nə bəli? Gətirmirsən şahidləri. Əhməd, Mustafa, Hüseyin, Məmməd Əli. 6 aya film çəkirlər. Nəinki 4 dənə şahid gətirirlər. Film belə çəkirlər. Əgər Hind kinosuzsa baş bir həftə çəkirlər. Yəni sən o şahidlərin cibinə pulla qoya bilərsən. Sizin ona düşmançılığınız ola bilər. Aranızda mübaşirlik ola bilər. Öncədən bir araya gəlib nə məlum ki, iftira açmışsınız. Biz qədər şəriət elmləri çox dəqiq ince elmlərdir. Yəni sokaktan tapılan bir elm deyil. Ki diqqətli olmalısın. Bunun için də yəni əmr bil məruf, nəhi anil münkər, dinin nəsihəti deyib, yəni həmən saldırmamaq lazım. Və bilmək lazımdır ki, baxın peyğəmbərlər nə dedi? Ya qavm, biz sizlər üçün inni ləkum nasihun əmin. Mən sizlərə güvənli bir nəsihətçiyəm dedilər. Lakin sizlər nəsihət edənləri sevmirsiniz. Qardaş, hacı olsun, hoca olsun, alim olsun, cahil olsun, avam olsun. Genelde insanoğlunun fıtratında nəsihəti qəbul eləmək çox çətindir.
hələm sevmədiyi insanlar gəlirsə, hələm münasibəti olmadığı insanlar gəlirsə, hələm qıcıq bir şəkildə gəlib çıxırsa, heç qəbul edilməz. Buna görə nəsihət etdiyin zaman da doğru bir zaman seçmen lazım. Hərrə, fırra. Məsələn, mən sizlərdə gördüyüm və ya siz məndə gördüyünüz səhvləri, xataları mən hər dəqiqə, hər saat anında anlatsam, sizlər bezərsiniz, bir nəfər də olmaz burada. Bu nə deyil? Bunun gözü ancaq məni görür. Bu olmaz. Siz elə bilirsiniz ki, tamam, bizim müəllim deyirdi, siz elə bilirsiniz ki, yəni şu an sizin ibadətinizdə, itaətinizdə, yəni müəyyən xatalar, davranışlarınızda yoxdur. Var. Lakin hər şeyin bir zamanı var. Nəsihət eləməyi də onu qəbul edəcək. Məsələn, bugün bir qardaş deyir ki, sən gələk bu nəsihətləri Ramazanın əvvəlində eləyərdin. Bugün başqa bir yerdə nəsihət elədiyimiz zaman dedi. Əslində söz doğru sözdür. Niyə görə deyir? Deyir, heç olmasa bu qədər günaha girməzdik, bu qədər xataya girməzdik, bu qədər qul haqqına girməzdik, bu qədər yanlış eləməzdik. Doğrudur. Lakin bu xataları, bu yanlışları qəbul eləmək üçün alt yapıyı, xımı tökmək lazımdır. O alt yapıyı hazırlamadan hər kəs o nəsihəti qəbul eləmir. Hər zaman zikr etdiyim kimi, baxın, Məkkə sokaqlarında müsəlmanlar müsəlman olduqları halda, hətta Bədirdə belə, Hamza radiyallahu anh belə, içkili savaşa çıxırdılar. İçkili savaşa çıxırdılar. Ayşə anamız deyir ki, bu içki ayətləri, haram ayətləri, Maidə surəsindəki olan əhkam ayətlərinin Məkkədə insəydi, baxın, Məkkədə insəydi, heç kimsə bizdən İslamı qəbul eləməzdi və bu din bizə çox ağır gələrdi. Həqiqətən elədir, qardaş. Ona görə heç bir zaman bir dəvəti bir kişiyə görə seçməməlisin. Ola bilər ki, məsələn, mən sənə o anında xata desəm qəbul eləyəcəksən, amma digər insan qəbul eləməyib başqa cavab verəcəkdir. Və nəyə gətirəcək? Nə var burada? Bu hardan çıxartdınız? Dəlil nədir? Məsəl üçün. Deyə bilər. Buna görə bizim sizə və yaxud da ki, sizin mənə müamilələriniz bir-birimizi etibar edib güvəndikdən sonra ortaya çıxır. Yəni, güvənmədiyiniz bir insan, daha sizin üçün beyninizdə formalaşmamış bir insanın sizə edəcəyi bir nəsihət o qədər də keçərli deyildir. Bunun üçün ilk öncə, yəni alt yapını, ön müqəddiməni müsəlman tamamilə hazırlaması lazımdır ki, nədir? Qabaqdakı insana nəsihət etdiyi zaman da o nəsihəti həqiqətən də qəbul etsin. Və bu səbəbdən də, yəni sonuc olaraq Allah rəhməti sizin üzərinizə olsun, mənim üzərimə olsun, Allah'ım əmin. Bizlər bu günahları etdiyimiz halda ümidsizliyə də düşməməliyik. Ki Allah Subhanahu teala deyir ki, Qul ya ibadiyellezine esrafu ala enfusihim. Bax, Qul ya ibadi dedi. Deyə bilərdi ki, ey qullar. Amma dedi ki, ey mənim qullarım. Bu yaxınlıqdır. Ay oğul, haşallah misal olaraq. Oğlum. Doğru mu? Yəni, qardaşım. Değil mi? Əmi, dayı, bunlar hamısı münasibətlərdə incitmə. Çox önəmlidir yəni. Bunun için Allah Subhanahu teala deyir ki,
Yani günahın bugün Qədir gecəsində nə olursa olsun, ya keçmişə bir dənə denə ki, Allahümmə innəkə afuvun tuhibbul affa fa'fa'an. Bitti əxi, bitti. La ilahe illa ente subhaneke inni kuntu minez zalimin. Estağfiruke ileyke ve netubu ileyk. Estağfirullah ve netubu ileyk. Dedim mi kardeş, enter düğmesine basırsan, oradan da delete düğmesine basırsan, tüm arşivi sıfırlıysan, telefon bomboş. Telefon bomboş. Şimdi neynəcəksən? Get ora Kur'an yüklə o yaddaşa. Get ora hədis yüklə. Get ora ayətlər yüklə. Salih əməllər yüklə. Bırax o yazışmalar var ya, ondan bunu eşitmişsən, sağ yazıblar, o sağ bunu deyib. Hamısını formatda. Eğer sen qəlbindən çıxarmayıb, ağlınla insanlara halallıq verib, qəlbində yerləşirsə bir faydası yoxdur. Sen məni, məsəl deyirəm, bax, haqqım sağlam olsun. Haqqın elə. Bu onu demir, bu onu demir. Yalandan biri bak. Belirlemeye lazım değil. İçinden çıkart. Bu ne zaman? Eğer o sana bir de yanlış yapsa, evet, sana xeyri yok değil. Ama sen affetmiştim, yok. Neyse, halalıq vermirəm sabah şey. Niye? Çünkü sen qəlbinlə verməmsən. Qəlbinlə versəydin onu hiç hatırlamazdın. Bunun için bugün bizim Müslümanların, ben geçen de söyledim, genellikle bugün bir yerde de biraz tartışmamız çıkıptır. Bu meseleyle bağlı, affetme konusundan bağlı. Ki eşi sana ne var iyi? Kim gelir senden halallık istese helal olsun diyeceksin. Hiç bakmayacaksın orasına burasına, helal olsun deyip tamam boş ver, hayatını geçeceksin. Bir şey olar. Adam biraz işlenir, biraz qəzəbləşər, biraz mesafəni kəsər, biraz selam verməz, halallıq eləmirəm, qiyamətdə görüşərik diye biraz şeyle giren, yani ona karşı sert davran, koy haddini bilsin. Koy bir de kimse sana karşı böyle bir hədsizliğe güc yetirməsin. Mən derim, qəbul edim sənin bu nəsiyyətini. Lakin bunu Kur'an ve sünnetle dəlilləndirə bilərsənmi? Mən kimi örnek alım? Buna kim örnek alacağım? Mənə bir kişi söyle. Sen örnek ala bilmirəm də, sən də mənə kimi günahkarsın. Mənə, sənin də, mənim də qəbul edib örnek alacağım bizzat söyle. Deyir, o ucu çətin məsələdir. Deyirəm, Rasulullah sallallahu aleyhi ve sellem bu ümmətin örneği midir? Örneğidir. Sen gör kimden misal getirirsən. Sen peygamber mi olacaksın? Aha. Yaxşı, Allah deyir ki, qad kana lakum fi rasulillahi usvetun hasene. Allah'ın Resulündə sizin için örnek vermək, kimi örnek alım yaxşı? Yani örnek alacağım insan kim olsun? De. Tüm düşmançılıklarına rağmen, tüm Allah Resulüne karşı olan nifretlerine rağmen, bakın münafık olduklarına rağmen, bak münafık olmalarına rağmen, Allah Resulü'nü kafirlere teslim etmelerine rağmen, Allah deyip ki onlar için bağışlanma dile. Onlara merhametini yanaş. Ve onlara karşı mücadele apar ki əməllərindən vaz geçsinlər. Mesela soruşuram sizə, وَجَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ, kafir ve münafıklarla cihad ile. وَغْلُزْ عَلَيْهِمْ, onlara karşı da sərt davran. İndi değerli abiler, necə edək? Yani biz münafıklarla, münafık kalbinde nifakı olan, zahirde Müslüman olanlardır. Yani biz Müslümanla zahiren necə savaşaq? Fillə, dəvətlə, dəvət edəcəksən, nəsihət edəcəksən, islah eləməyə çalışacaqsan, əməllərini düzəltməyə çalışacaqsan, ümidini üzməyəcəksən. Şərt deyil ki, onu omuzunda daşıyasan. Mesafe koyabilirsen, tedbir alabilirsen,
ehtiyatlı olabilirsen. Bakın, bunların hamısında səbəbləri araşdırmaq lazım. Bu insan ne için benden uzaklaştı? Bu insan niye nifaka girdi? Bu insan neye göre beni yarı yolda bıraktı? Bu insan ne için şunu? Bunların sebebini araştırıp ona göre karar vermek lazım. Ona göre güvenip güvenmemek lazımdır. Yani bu hakikaten de ağırdır, çətindir. Yani ben demirəm ki, bu dediğim tamamıyla əməl alacağım, əməl olunacağım bir şeydir. Yok, tamamıyla ben bunu demirəm ki, mən nə danışsam, benim için çok kolay bir mesele yok kardeşler. Ama lakin bizler bunun, eğer böyük İslam davamız varsa, böyük bir niyetimiz İslam'ın memlekette yayılmasını eğer istəyir ise, hakikaten de biraz nefsimizi cilovlamalıyıq. Biraz özümüzü terbiye edip ipimizi yıkmalıyıq. Müslümanı, kardeşini, bacını yani incitməməlisən sən. Elə eləməlisən ki, o sənə yaxınlaşsın, səndən uzaklaşmasın. İslam bugün de anlattığım kimi sosyal bir dindir. Yani içtimai bir dindir. Yani içtimai olarak toplumsal bir dindir. Yani ferdi yaşayacak bir din değil sadece. Ferdi yaşayarsan evin içinde müəyyən əməllər var ailəndə, ama İslam genelde kardeş toplumsal bir dindir. Ona göre de bizler bu toplumsal dine riayət etməliyik. Bunları bizler əməlləməliyik. Yani bunların da sebebi ne olmalıdır? İslam'ın geleceği, İslam üçün bunu etməliyik. Və irhamu men fil ardı yerhamukum men fis sema. Siz yerdəkilere merhamet edin ki, göydəkiler de size merhamet etsinler. Bugün biz de göydəkindən istəyirik ki, səmədə olan Allah'tan istəyirik ki, arşın üzerinde zatıyla olan Allah'tan istəyirik ki, hem ilmiyle, hem zatıyla, hem kudretiyle arşı, semaya əhatə ilə Rabbimizden istəyirik ki, Allah bizi affedip bağışlasın. Allah Subhanahu bizi salihlerin zümrəsində eylesin. Allah bizim bu gecemizi hayırlı eləyib bizim için günahlarımızın bağışlanmasına sebep etsin. Ve ahir davana enelhamdülillahi rabbil alemin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.